Bugün Azərbaycan xalqının ən sevimli və əziz bayramlarından biri Novruz bayramıdır. Yeni gün mənasını daşıyan bu qədim bayram təbiətin oyanışını, yazın gəlişini, həyatın yenilənməsini və xalqımızın birliyini simvollaşdırır. Bu ildə Bakıdan tutmuş bölgələrimizə qədər hər yerdə tonqallar qalanır, səmənlər göyərdilir, xonçalar bəzədilir. Ənənələrimiz bugün də yaşayır, küsüllər barışır, qohum-qardaş bir-birini ziyarət edir, yaşlılara hörmət göstərilir, uşaqlara hədiyyələr paylanır. Meydanlarda kös-kösa, yumurta döyüşü kimi əyləncələr, yallı və milli rəqslər, kəndirbaz çıxışları ilə şənlik zirvəyə çatır. Novruz sadəcə bir bayram deyil. Bu, min illər boyu qorunub saxlanan milli ruhumuzun, mənəvi dəyərlərimizin və həmrəyliyimizin təcəssümüdür. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan bu bayram indi bütün dünyada tanınır və sevilir. Hər kəsin Novruz bayramı mübarək olsun. Bu bayram evinizə bolluq, ailənizə xoşbəxtlik, vətənimizə əmin-amanlıq gətirsin. Bayramınız mübarək.